1 fevral tarixində OTK-nın keçirdiyi sınaq imtahanının ingilis dili üzrə suallarından tanış olaq. 9-cu sinif üçün. Deməli, birinci sualda baxırıq. Biz burada sözlərin mənasını bilməliyik artıq konkret olaraq. Compliment, kompliment etmək, bir növ tərifləmək. Support, dəstək vermək, kömək etmək. Value, qiymətləndirmək. Help, yəni supportla sinonim ola bilər. Bu da kömək etmək deməkdir. Offend, incitmək deməkdir. Deməli, cümləni oxuyuruq. I didn't want you with my comments, but I'm sorry if my words upset you. Deməli, bu kontekstə görə biz işlədəcəyik offend sözünü. Yəni deyirik ki, mən səni şərhlərimlə incitmək istəmirdim. Amma əgər mənim sözlərim səni məyus edibsə, üzr istəyirəm. Yəni offend sözünü burada kontekstə uyğun olaraq götürəcəyik. 57-ci sualda altdan xətt çəkilmiş sözün deməli close meaning deyirsə yaxın mənalı, yəni sinonimli seçməliyik biz. Provide demək olar ki, bütün readinglərdə, qrammatikalarda ən çox istifadə olunan sözdür, hansı ki təmin etmək deməkdir. Təmin etmək, təchiz etmək mənasında işlənəcək. Onun isə yaxın mənalı, yəni sinonim olacaq supply, o da təchiz etmək, təmin etmək deməkdir. Accept qəbul etmək, announce elan etmək, concentrate fikrini cəmləşdirmək, toplamaq, ignore yəni rədd etmək, ignore etmək, accept dedik qəbul etmək, announce elan etmək. Yəni sinonim olacaq supply. 58-ci sualda baxırıq. The teacher looked disappointed because only students had completed the homework correctly. Aha. Bir burada mənaya baxacağıq. Bir də quantifiers olaraq only'dan sonra hansı istifadə olunur ona baxmalıyıq. Deməli, əgər müəllim məyus görünürdüsə, deməli az şagird düzgün yerinə yetirib ev tapşırığını və bilməliyik ki, only'dan sonra hansı quantifiers işlənir. Ya only a few deyə biləcəyik, ya only a little deyə biləcəyik, ya da only some deyə bilərik. Aha. Burada isə biz işlədəcəyik, deməli students sayıla bilən cəm isim olduğu üçün only a few-nu, yəni Y variantını götürə bilərik. Digərləri only'dan sonra işlənməz. 59-cu sualda You wear a warm jacket, it's freezing outside. Aha, bu tip tapşırıqlarda ümumiyyətlə məsləhətdir ki, ikinci cümləni mütləq oxuyaq. Çünki ikinci cümlə birinci cümlənin mənasını tapmaqda bizə kömək eləyəcək. Freezing çox soyuq deməkdir. Yəni deyir çöldə çox soyuqdur. Deməli sən isti jaket geyinməlisən. May-dən sonra to işlənməz. Able-dan sonra to olmalıdır, amma yoxdur. Can't mənaya uyğun gəlmir, yəni geyinə bilməzsən, yəni çöldə soğuksa geyinməlisən. Ona görə B-ni götürmürük. Shouldn't da mənaya uyğun gəlmir, ona görə should-u seçirik. Yəni gərək geyinəsən. 60-cı sualda The Browns at our house when they were in London. Aha, baxırıq When bağlaçısına bağlanan zaman budaq cümləmizdir və iki tərəfində zamanlarını uzlaşdırmalıyıq. They were deyirsə, deməli burada keçmiş zaman var. Keçmişlə də uzlaşdıracaq biz keçmişi, yəni stayed. Will stay uzlaşmaz, gələcək zamandadır. Have stayed indiki bitmiş zamandadır, uzlaşmaz. Stay sadə zamandadır, yenə indiki sadə zamanda. Won't stay də dediyimiz kimi will notun qısaltmasıdır. Yəni ona görə də gələcək zaman olduğu üçün keçmiş zamanla uzlaşmaz. Cavabımız qalacaq stayed. 61-ci sualda baxırıq artiklın müəyyənləşdirilməsinə. I couldn't find information I needed on the website, so I sent them message. Aha. Baxırıq nöqtələrdən sonra gələn ismin kəmiyyətinə, mütləq. Information sayılmayan tək isim olduğu üçün biz onun qarşısında müəyyənlik artiklı an, daha doğrusu qeyri-müəyyənlik artiklı olan an istifadə edə bilmərik. Ona görə A-nı, B-ni atırıq. İkinci tərəfdə isə sayıla bilən tək isimimiz var deyə biz bura a message deyə bilərik. Burada bir problem yoxdur. Və message, m, yəni samitlə başladığı üçün təbii ki, bunun qarşısına mən ən deməyəcəm. Ona görə A, B, C gedir və burada kiçik bir məqam var. Deməli, biz baxmalıyıq information'ın təyin edicisinə, yəni information təyin edənə. I needed, mənim ehtiyacım olan informasiyaya hansı? O informasiyaya ki, mənim ehtiyacım var. Bu baxımdan da biz burada işlədəcəyik müəyyənlik artiklı olan Z artiklını. Çünki Z artiklının mənasında onsuz da nə var? This var, that var. Yəni həmin, müəyyənlikdən söhbət gedir. Ona görə bizə I needed kömək edir ki, biz burada Z işlədək. Birinci tərəfə Z, ikinci tərəfə isə E artiklı verəcəyik. Cavabımız olacaq Y variantı. 62-ci sualda sözlərin mənasını, definition'ını bizdən istəyir. Bilməliyik ki, confuse, çaşdırmaq deməkdir. Çaşdırmaq, yəni fikrini yayındırmaq, çaş-baş qoymaq. Terrify, qorxutmaq. Please isə məmnun etmək deməkdir.
Yəni bu tip suallarda artıq avtomatik olaraq siz sözlərin mənasını bilməlisiniz. To cause someone feel happy and satisfied. Burada açar sözlərimiz bizim olacaq happy və satisfied, hansı ki burada özünü göstərəcək. Təbii ki A var. Üçüncüdə, yəni 3-ə A olacaq. To make someone unsure or unclear. Yəni kimsəyə qeyri-əmin etmək, yəni aydınlaşdırmamaq nə isə. Ona görə B variantı gələcək confusion qarşılığı. Terrify isə qorxutmaq deməkdir. Burada isə bizim açar sözümüz fear. Qorxmaq, qorxutmaq. Ona görə 2-yə də olacaq C variantı. B, C, A olacaq. Deməli A variantında. 63-cü sualda baxırıq. Did they do all this work by? Qayıdış əvəziyinə aiddir. Hansı ki biz demişdik ki, mübtəda hansı şəxslərdirsə, qayıdış əvəzi ilə ona əsasən uzlaşır. Burada söhbət Z-dən gedirsə, mən bura təbii olaraq verəcəm themselves. O da olacaq D variantı. Bu qədər bəsit. 64-dən baxırıq yenə. To news. Bilirik ki, news sayılmayan tək isim olduğu üçün onun qarşısına bizim müəyyən miqdar sayları istifadə edə bilmərik. 1 olan cavabları atırıq. 2-də a spoon of salt. Oflu birləşmələrdə ofdan əvvələ baxırıq. E olacaq spoonun E-si. Yəni sayılabilən tək isim olduğu üçün a spoon deyə bilərəm. Ona görə 2 düzdür. A pair of socks. Yəni bir cüt corab. Bu da olar. Burada da ofdan əvvələ baxırıq. E P-nin E-sidir. Ona görə 3 də düzdür. 4-də several bars of chocolate. Yəni ofdan əvvələ baxırıq. Bars sayılan cəmdədir və several da bilirik ki, sayılan cəm isimlərlə işlənir. Ona görə 4-ü də biz düz götürəcəyik. 2, 3, 4 bizim düzgün variantımızdır. 5-ə baxsaq 5 niyə səhvdir? Baxırıq yenə ofdan əvvələ bar sayılan təkdir, amma FU ilə işlənib. FU-dursa burada bars cəmlənməlidir. Xatırlatma edə bilərik ki, deməli, many, few və FU, həmçinin several işlənəcək sayılan cəm isimlərlə. Yəni bu quantifierslər özündən sonra, kəmiyyət sözləri özündən sonra sayılan cəm isim tələb etməlidir. 65-ci sualda baxırıq mübtəda xəbər uzlaşmasına. Some grains of rice were left on the plane. Oflu birləşmələrdə dedik, ofdan əvvələ baxırıq. Some grains, yəni bununla uzlaşmanı aparacaq. Xəbərimiz də cəm olacaq. Doğrudur. 2-də a lot of weather changes can happen in this region. Burada bir problem yoxdur. Yəni a lot of weather changes çoxlu hava dəyişiklikləri can happen-da da demişdik ki, modal feillər onsuz da şəxsə və kəmiyyətə görə dəyişmədiyi üçün bunu da düz götürürük. 2-də düzdür. 3-də several pieces of advice helps me prepare for the exam. Yenə oflu birləşmədə baxacaq. Ofdan əvvələ several pieces ilə uzlaşmanı aparmalıyıq. Advice də yox. Və burada several pieces cəmdə olduğu üçün xəbərdəki S də düşməli idi. Amma düşməyib. Deməli 3 səhvdir. 4-də many iron benches is placed around the park. Many iron benches, yəni ümumi bununla uzlaşmanı aparacaq. Benches ilə xəbərimiz cəmdə olmalıdır, amma təkdə verib deyə 4-də səhv olacaq. 5-də a clothing store is having a big end of season sale. Burada da 2 isim yanaşı gələndə ikinci ilə uzlaşmanı aparacaq. Yəni burada xəbərimiz tək olacaq store-a görə. Deməli bu da düzdür. Cavabımız olacaq 1, 2 və 5. 66-cı sualda she drove through the storm to keep everyone in the car safe. Burada deməli sifət yox, zərf seçməliyik. Sualına cavabı belə verəcəyik ki, söhbət burada onun sürmə qaydasına, sürmə tərzindən gedir. Yəni biz burada işlətməliyik zərf. Zərf sözü düzələcək ly şəklisi vasitəsilə. Həmçinin cümlənin mənasına da baxmalıyıq. To keep everyone in the car safe-dir. Yəni hər kəsi təhlükəsizlikdə saxlamaq üçün. Deməli o necə sürürmüş? Təbii ki careful, yəni diqqətli sürürmüş. Bizə də lazımdır zərf forması. O da Y variantında özünü göstərir. Daha sonra baxırıq 67-ci suala. It is to stay at home than to go out in such bad weather. Baxırıq deməli burada nəyə? Zən varsa, bilirik ki, biz hansı dərəcəni istifadə eləməliyik? Comparative degree-ni. Yəni, ya erlə düzələcək, ya more hissəciyi ilə. Və stay də sifətlə işlənən feillərdəndir. Ona görə cavabımız olacaq. Və burada yenə dediyim ki, mənaya baxırıq. In such bad weather deyirsə, yəni pis bir havada təbii ki, daha yaxşı olar ki, evdə qalaq. Onu da özünü göstərəcək better-də. Yəni, digərləri mənaya uyğun gəlməyəcək. More və better dedik bir arada işləməz. Çünki more özü müqayisə dərəcəsində çox hecalı sifətlərlə işlənəcək. Better özü isə onsuz da müqayisə dərəcəsində olan bir sifətdir. Ed və more bir arada işlənməz. 68-ci sualda deməli altından xətt çəkilən sözün antonimi, opposite meaning dedikdə antonim seçəcəyik. Close meaning dedikdə isə sinonim seçəcəyik. The explorer claimed that he discovered a new island in the ocean. Discover nə deməkdir? Kəşf etmək deməkdir.
Kəşf etməyin əks mənasını indi biz axtarmalıyıq burada hansılardır. Found deməli find fe'linin keçmişidir, tapmaq deməkdir. Yəni onun antonimi kimi çıxış etməz. Lost, lose fe'linin keçmişidir, yəni antonim kimi çıxış edə bilər. Ona görə deməli seçirik 2-ni. 3-də look for axtarmaq deməkdir. Yəni burada antonim deyil. 4-də hide fe'linin keçmişi olacaq. Yəni gizlətmək antonim kimi istifadə oluna bilər. 5-də isə disclosed. Yəni burada da disclosed əslində deməli çıxış edir burada aydınlaşdırmaq, ortaya çıxarmaq mənasında. O da yaxın mənalı olduğu üçün bunu da biz antonim seçə bilməyəcəyik. Cavabımız olacaq 2 və 4.